أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد. اللهم صل وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه، فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. صدق الله العلي العظيم. السلام عليك يا أبا عبد الله، والأرواح التي حلت بفنائك. عليكم مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم أهل البيت. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Allah Teala'nın salamı olsun Hazreti Ebu Abdillah el-Hüseyn'e ve Kərbəla şəhidlərinə və vətən şəhidlərimizə. Allah Teala şəhidlərimizi, vətənimiz, torpaqlarımız uğrunda canların fəda eləyən və şəhidlərimizin ruhların Kərbəla şəhidlərinə qovuştursun, Seyyid-i Şühədaya qovuştursun, məqamların ali və uca eləsin, əziz ruhlarına Peyğəmbərə, ali Peyğəmbərə salavat zikrilə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Keçən dəfəki söhbətimizin davamı kimi Kərbəla hadisəsindən alacağımız dərslər və ibrətlər mövzusudur ki, biz bu hadisələrdən üzərindən 1400 ilə yaxın vaxt keçsə də hansı dərslər və hansı ibrətlər almalıyıq və biz nə eləməliyik ki, öz imamımızdan ayrı düşməyək. Əgər ayrı düşsək, bizi nə gözləyir? Hansı itki, hansı ziyan gözləyir? Deyildi ki, imam, bütün imamlar əmr aləmi vasitəsilə, yəni mələkut aləmi vasitəsilə insanları hidayət edəndir. Əgər Peyğəmbərlər vəhiy vasitəsilə hidayət edəndirsə, Allah-u Teala'dan Peyğəmbərlərə vəhiy nazil olur və onun vasitəsilə insanlara doğru yolu göstərirlərsə, amma o yolu sona qədər, ömrün sonuna qədər azmadan, yoldan şaşmadan, yəni doğru yolu getmək üçün mələkut aləmi ilə arasında əlaqəsi olan, yəni mələkut aləmi ilə əlaqəsi olan imam vasitəsilə biz o yolu tamamlaya bilərik. Yəni dünya həyatını imam vasitəsilə doğru yolu biz gedə bilərik, tamamlaya bilərik. Ona görə İhdinəs sıratal müstəqim deyiləndə hər dəfə Quran-ı Kərim Fatihə surəsində hər namazda oxunan İhdinəs sıratal müstəqim, yəni bizi ilahi doğru yola yönəlt. O heç də o demək deyil ki, bəzilərinin başa düşdüyü kimi ilahi məni, yəni İslam müsəlmanlığı qəbul eləməyə, İslama təslim olmağa yönəlt. Bununla da kifayətlənsin. Yəni sözlə, sadəcə sözlə, kəlmə-i şəhadətlə kifayətlənən hidayət deyil. Bu hidayətin mənası budur ki, ilahi bizi o yolu axıra qədər aparacaq, bizi doğru yolu aparıb fəmulaqih Rəbbimizə qədər aparıb çatdıracaq imamdan ayrı salma. Yəni İhdinəs sıratal müstəqimdə
Məqsəd budur ki, bizi o doğru yolu hər gün, hər saat, hər an yanımızda olub, əlimizdən tutub aparan ruhumuzun bağbanı, ruhumuzun həkimi, ruhumuzun müəllimi olan bizi imamımızdan ayrı salma. Ona görə deyildi ki, Əhl-i Beyt məktəbində Həzrəti Əli əleyhissalamla uzaq düşmək təkcə bir şəxsdən uzaq düşmək mənasında deyil. Hansı ki, məsələn, Həzrət Əmir Əl-Möminni müsəlmanlardan uzaq qoydular bir müddət və sonra gələndə, müsəlmanların başına gələndə, yəni onlara artıq dünya və mələkut aləmi ilə hidayət imamı olanda və hakim olanda əslində bir şəxs deyil, yəni təkcə şəxsi olaraq Həzrət Əli əleyhissalam öz şəxsiyyətini təmsil eləmir. Təmsilçilik onun şəxsində deyil. İnsanı Rəbbinə tərəf qaldıracaq, ucaldacaq bir bağbandır, bir hidayətçidir. Yəni imamda məqsəd təkcə dünya rəhbərliyi deyil, bizim bildiyimiz dünya rəhbərliyi mənasında deyil. Yəni imamda məqsəd həm də uxravi, mənəvi, ruhani rəhbərdən gedir söhbət ki, bizim ruh aləmimizi necə Rəbbimizə tərəf qaldırar. Çünki insanın ihdinəs sıratal müstəqim, sırat deyəndə, yəni yol deyəndə bizlər elə bilirik ki, düz, üfüqi yol başa düşülür. Biz adətən yol deyəndə ürfdə, adətdə üfüqi yol kimi anlayırıq. Amma sıratal müstəqim deyiləndə onun mənası şaqili yoldur, Allaha tərəf aparan yoldur, aparılan yoldur və Allaha tərəf insanın ruhunun, məqamının ucaldılması iman vasitəsilədir. Bəs görəsən, insan zahiri aləmdə, yəni zahirdə imamını itirsə nə baş verər? Necə ki, İmam Hüseyn əleyhissalamı dövrünün insanları, elə müsəlmanlar itirdilər, öz əlləri ilə qətl elədilər. Nə baş verər? Ziyarətnamələrdə buyurulduğu kimi ləqad azumətil musibə və yaxud ləqad azumətil raziyyə. İmamın itirilməsi çox böyük bir müsibətdir. Bir insan üçün, bir müsəlman üçün çox əzəmətli bir müsibətdir. Böyük bir məhrumiyyətdir. İmamdan məhrum olmaq, insan mənəvi həyatının məhrumiyyətini yaşayar. Dünyasını bəlkə itirməz, amma mənən məhrum olar. Allahla olan rabitəsini itirər. Bəs imamdan məhrum olmaq insana nə kimi təsirlər olar? Deyildikdə, imam insana deyildiyi kimi bir müəllimdir, bir həkimdir, bir bağbandır onun ruhuna. Yezid imamın canını, dünyadakı olan, mülk aləminə məxsus olan bəlkə bədənini və yaxud hökmünü, hakimiyyətini qəsb eləyə bildi. Amma imam qeybdə də olsa insanlar üçün müəllimdir, doğru yol göstərəndir. Yəni hökməndər ola bilsin ki, onun mövcudiyyəti, vücudunun insanlar arasında olmağı təbii ki, böyük bir əhəmiyyətlidir, mühümdir. Amma o olmasa yenə də imamın imamlığının bir ünsürü yerində qalır. Necə ki, imamın imamətliyi əsasən iki vilayət üzərindədir. Birinci vilayəti imama itayət haqqı üzərində olan təşri'i vilayətdir. Təşri'i vilayət Ati'ullaha və Ati'ur Rasul və ulul əmri minkum. Allah Taala'nın buyurduğu kimi ya eyyuhellezine amenu, ey iman gətirənlər, Allaha və onun peyğəmbərinə və əmr sahiblərinə itayət edin. Bu təşri'i vilayətdir. Yəni bu qanunla təsbit edilən vilayətdir. Allah Taala'nın qanunu ilə təsbit edilən vilayətdir. Yəni insanlar dövrlərində yaşadıkları zaman öz imamına qanunən tabi olmalıdır. İtayət eləməlidir, imamını özünə hakim bilməlidir, şəriətində, dinində özünə rəhbər bilməlidir, mövla bilməlidir. Necə ki, Həzrət Peyğəmbərimiz buyururdu ki, mən kuntu mevlahu fəhəzə aliyyun mevlahu. Bu biri təşri'i itayət, vilayət. Digər imamın
bəndələrin üzərində, insanların üzərində, Allahın bəndələrin üzərində olan vilayəti təkvini vilayətdir. Təkvini vilayət insanı daxilən, ruhən hidayət elətdirəndir, yetişdirəndir. Təkvini vilayət. Ruhun həkimidir, bağbanıdır. İmama itayət edilməklə, yəni imamı həm özünün hakimi bilirsən, rəhbəri bilirsən dünyada, həm də həkimi bilirsən. Çünki imam insanların ruhlarının həkimidir, ruhları tanıyandır, ruh aləmini biləndir. Hər bir insanın ruhunun hansı istedada malik olmasından xəbərdardır. Onların inkişafını, tərəqqisinin yolunu biləndir, o yolu apara biləndir. Yəni hər bir insanı o yolla apara bilən imamdır. Ona görə də buyururlar ki, hədisdə var ki, imam qeybdə də olsa belə o imamın bizə faydası var. Çünki biz onu zahirən şuhud aləmində görməsək də o bizə məlakut aləmi vasitəsilə, yəni ruh aləmi vasitəsilə, əmr aləmi vasitəsilə bizim ruhlarımıza hidayətçidir, kömək eləyəndir, hidayətdə əlimizdən tutub aparandır. Ona görə hədislərdə buyururlar ki, məsələn, sonuncu imamımız haqqında, imam, sonuncu imamımız zahir olmadığı üçün, qeybdə olduğu üçün, günəş necə buludun arxasında olmasına baxmayaraq, günəşin faydası həmişə var insanlar üçün. Faydasından ki, əsirgəmir insanları. İmam da belədir. Qeybdə olsa belə onun mənfəətindən, onun faydasından heç kəs məhrum olmur. Heç kəsi Allah Teala onun faydasından əsirgəmir. Bu da təkvini vilayətdir. Yəni imam həm həkimdir, bu mənada başa düşəcəyik, qəlblərimizin, ruhlarımızın, nəfslərimizin, hisslərimizin, duyğularımızın, idrakımızın həkimidir, müəllimidir, tərbiyələndirənidir, inkişaf elətdirənidir, həm də dünyada da hakimidir. Təşri'i vilayət kimi də hakimidir. Allah-u Teala Quran-ı Kərimdə bizə vəli təyin edir. Əvvəla deyir ki, sizin birinci vəliniz mənəm. İnnəmə vəliyyukumullah. Birinci vəliniz mənəm. Yəni sizin birinci mövlanız mənəm. Sonra buyurur ki, ikinci və üçüncü vəliləriniz mənim təyin elədiklərimdir. Və rasuləhu vəllezine amanu ellezine yuqimunəs-salə və yu'tunəz-zəkə və hum rakiun. Üçüncü vəliniz də o kəslərdir ki, iman gətiriblər, zəkat verirlər rükû halında ikən. Yəni Həzrəti Əmir Əl-Möminin vilayətini Allah-u Teala bizlər üçün təşri'i vilayət kimi əmr edir. Amma bir insan özünü Həzrəti Əmir Əl-Mömin əleyhissalamdan məhrum eləsə, neyniyər? Özünü məhrum eləsə gedəcək həccaca tabi olacaq, həccacın ardınca gedəcək. Əlini görmək Həzrəti Peyğəmbərimizin müsəlman cəmiyyəti üçün qurduğu ədalətlə tanış olmaqdır. Əlini tanımaq, ədalət necə hissdir, nədir, onu tanımaqdır. Əlini tanımaq, ubudiyyət əhli olmaqdır. İnsan Allah Teala'ya necə qul ola bilər? Ubudiyyətini necə icra eləyər? Əlini tanımaq odur. Əlini tanımaq, mərifəti kamilləşdirməkdir. Allaha, Peyğəmbərə və əhl-i beytinə, Allaha qalxan kamal yolunda mərifətini kamilləşdirməkdir. Əlini tanımaq möminlərin qardaşlığı və məhəbbətidir. Necə ki, İmam Zaman ağanın inşallah zuhuru haqqında Həzrət Peyğəmbərimiz buyurur ki, İmam Zaman ağa zuhur edəndə insanların ağılları, mərifətləri çox inkişaf edəcək. İmamı görmədiyimiz, imamın bərəkəti ilə dünyada bərəkətlənmədiyimiz bir zamandan çox fərqli olacaq. İnsanların ağılları, kamalatı çox yüksək olacaq. Həzrəti İmamın bərəkəti ilə. Yəni, imamla birgə olmaq, imamın itayətində olmaq insana bilirsiniz nələr qatacaq? İnsanın ağlı, idraki, təslimiyyəti, yəqini çox artacaq. Allah Teala'ya olan yəqini artacaq. Allahı sanki görürmüş kimi ibadət edəcək. Bu mərifətdə kamal olacaq, kamalata yetişmək olacaq. Hz. İmamın zamanında insanlar ibadətə ağırlıq yükü ilə yaxınlaşmayacaqlar ki, tez namazı
qılım qurtarım, indiki zamanda bu yük götürülsün boynundan. Bu niyyətlə yaxınlaşmayacaqlar. Hz. İmam Zaman Ağanın gəlişi dövründə, gəlişi vaxtı insanlar ibadətə şövqlə gedəcəklər. Bütün mənəvi ruhları ilə gedəcəklər. Hədislərdə var, deyir, məscidlərdə sübh namazında bir sübh namazını 12 dəfə qılacaqlar. Yəni o qədər insan olacaq ki, məscidlərdə yer olmayacaq. Bir dəstə qılıb gedəcək, ikinci dəstə daxil olacaq. İkinci gedəcək, üçüncü gələcək, dördüncü gələcək. Bu şəkildə 12 dəstəyə qədər insanlar dolub daşacaq sübh namazında. İndi necədir sübh namazında vəziyyət? Bu nədən irəli gəlir? Ubudiyyətə olan bağlılıq. Hz. Peyğəmbərimizin İslam cəmiyyətində qoyub getdiyi təsirləri İmam Zaman Ağa bərpa edəcək. İmam Zaman Ağanın dövründə o kamilliyi yaşayacaq o cəmiyyət. İmam Zaman Ağanın zuhurunda inşallah Allah Teala zuhurun təcil eləsin. Möminlərin bir-birinə uxuvvəti, qardaşlığı çox səmimi olacaq. Hətta İmam Sadiq əleyhissalamdan hədisi şərif var. Buyururlar ki, yəni mənası belədir ki, İmamın qeybi dövründə sizlərin biri-birinizə elədiyiniz yaxşılıqlar, İsar, yaxşılıq İmam Zaman Ağanın dövründə, yəni bu dövrdə qeybət dövründə müstəhəb sayılar. Amma imamın zuhuru dövründə vacib olacaq. Hər kəs biri-birinin çətinliyi ilə maraqlanacaq. Heç kəs heç kimi ehmal eləməyəcək, əhəmiyyətsiz saymayacaq. Heç kim qonşusundan xəbərsiz olmayacaq. İmam Zaman Ağanın gəldiyi dövrdə. Hamı bir-birindən qəlbən, ixlasla, muxlis olaraq maraqlanacaq. Bax, imamın gəlişinin fərqi bunda olacaq. Yəni, uxuvvət, məhəbbət, səmimiyyət, ubudiyyət, ədalət və digər xüsusiyyətlər, mərifət imamın dövründə ən pik həddə olacaq. Allah Teala'nın istədiyi şəkildə, necə ki, ədaləti də bu hədislərdə buyurulduğu kimi, yeri bütün zülm və cavr bürüyəndən sonra, İmam Zaman Ağa gələndən sonra haqqı və ədaləti tamamlayacaq. Haqqı və ədaləti yer üzərində bərqərar edəcək. Yəni, imamın varlığı ilə yoxluğu arasında fərqi, yəni az da olsa bunu izah eləmək üçün zikr elədim ki, Hz. İmam Zaman Ağanın dövründə olmaqla başqa, ondan əvvəlki qeybət dövründə olmağın fərqi nədədir? İmamın vəzifələrindən biri nə oldu? Hidayət oldu. İmam bizi öz aramızda olmasaq belə, ruhlarımız vasitəsilə, mələkut aləmi vasitəsilə bizim ruhlarımızı hidayət elətdirəndir, kəmala yetişdirəndir. İkinci vəzifəsi, imamın digər vəzifələrindən biri, dinin kamil olması, yəni dini hifz eləməsidir, dini qorumasıdır. Ona görə ziyarətnamələrin birində də, ey dini hifz edənlər, deyə imamların haqqında deyiləndə, ey dinin hafizləri, hifz eləyənlər deyə buyurulur imamlar üçün. Hafizu dindirlər. Dini təhrifdən, dini aradan getməkdən, yalnız başqa dinlər kimi görünüşü qalıb, bütün mühtəviyyatının aradan getməsindən qoruyandır imam. Başqa dinlərin görünüşünün qalmasında məqsəd, səbəb nədir bilirsiniz? Məsələn, digər dinlərin sadəcə görünüşü qalıb. Zahirdə bir görünüş var. Əslində içindəki mühtəviyyət yoxdur. Çünki o dinləri qoruyan imamları yoxdur. O dinləri hifz eləyən imamları yoxdur. Ona görə Həzrət Əmir Əl-Mominin Nəhcül Bəlağəsində də buyurur, deyir ki, kənə dinuəsiran. Bir vaxt var idi ki, din əsir idi. Və imam həm də hafiz din olmaqla yanaşı, dinin başqa insanların əllərində müxtəlif fikirlərlə müəyyən alətlərə çevrilməsinin qarşısını alandı. Məsələn, bir sadə misal deyək, Həzrəti Peyğəmbərimizdən çox keçməmişdi. Elə Həzrəti İmam Hüseyn əleyhissalamın dövründən sonra başladı dində təhrif olunan fikirlər cəmiyyətə hakim olmağa. Şübhəli fikirlər etiqadlara təsir eləməyə, insanları öz etiqadından çevirməyə başladılar. Bunlardan ən bariz nümunəsi olan cəbrilər və təfviz olanlar və yaxud qədərilər deyərlər və yaxud murciələr.
Cəbrilər və murciələrin meydana gəlməsi oldu. Cəbrilər nə deməkdir? Yəni insanlar həyat yolu yalnız məcburi şəkildə alın yazısından ibarətdir. Ondan kənara çıxa bilməz. Onun özünün ixtiyarı yoxdur. Bu cəbirlərin məcburiyyət sözündəndir. Cəbirlərin fikri idi. Onu hakim eləmişdilər, yaymışdılar cəmiyyətə, İslam adına. Digər murciələr və yaxud qədərilər isə deyirdilər ki, insan azaddır. Öz ixtiyarında tamamilə azaddır. Dünyaya gəldi, xalas, ondan sonra insan azaddır, öz bildiyini eləyər. Allah Teala ona tam azadlıq verib. Murciələr deyirlər ki, insan sadəcə bir dəfə iman gətirdi, iman təkcə sözdən ibarətdir. Halbuki iman sözdən, əməldən və qəlbdə təsdiqdən ibarətdir. İmam Sadiq əleyhissalamın buyurduğu kimi. Yəni insanlar arasında dinin etiqadı, doğru olan etiqad artıq səhv düşüncələrlə yayılmağa başlamışdı. İmam Cəfər Sadiq əleyhissalam dərsində, məktəbində tələbələrinə bu səhv düşüncələri tamamilə aradan apardı. Və buyurdu ki, Lə cəbrə və lə tafvizə vəl-əmrə beynəl-əmreyn. Nə cəbrilik var, nə azadlıq. Yəni insanların həyatda nə məcburiyyətdir, tam alın yazısı var, nə də tam ixtiyar sahibidir. Bu ikisinin arasındadır insan. Hz. İmam Sadiq əleyhissalam insanın etiqadında, həyatda olan gedən yolunu yəni etiqadı olaraq düzəldir. Dininin hifzi, bu mənada dinin hafizləridirlər. Belə bu qədər neçə misallar var ki, imamlar səhv düşüncələri, etiqadda yaranan səhv fikirləri və yaxud müxtəlif fəlsəfi görüşləri neynədir? Təshih elədi, onları düzəltdi. İmamdan məhrum olmaq insan üçün çox ağırdır ki, imamdan məhrum olmaq insana çox böyük itkilər bəxş edir. Necə ki, bütün hər bir şeydə, həm ədalətdə, həm übudiyyətdə, həm kəmala yetməkdə, həm mərifətdə neyniyər? İnsan tənəzzülə uğramağa başlayar. İmamsız. İmamsız olanda bəzi insanlar, yəni çox insanlar kamilliyə deyil, üzü aşağı doğru gedər. Ona görə Allah-u Teala Hz. Peyğəmbərimizə buyuranda ki, Bismillahirrahmanirrahim, Qul la əsəlukum aleyhə əcrən illəl məvəddətə fil qurba. Ya Peyğəmbər, onlara de ki, sizdən heç bir əcr və mükafat istəmirəm Peyğəmbərliyimin müqabilində. Yalnız və yalnız əhl-i beytimə, öz ailəmdən olan hidayət imamlarıma, əhl-i beytimə məvəddət istəyirəm, məhəbbət istəyirəm, ağıllı məhəbbət istəyirəm. Bunu deyəndə məqsədi o deyildi ki, mənim əhl-i beytimin məhəbbətə ehtiyacı var. Peyğəmbər əhl-i beytinin insanların məhəbbətinə ehtiyacı yox idi ki. Bu məhəbbət niyə görə lazım idi? Bu məhəbbət bizim üçün lazım idi. Bu məhəbbət o insanlıq üçün lazım idi. İnsanlıq o məhəbbətdən məhrum olanda imamına kəm gözlə baxacaq, nankor olacaq və onun hətta qətlinə dayanacaq. Ona görə Allah Teala əhl-i beytin məhəbbətin vacib eləyir. İnsanlara, müsəlmanlara, Peyğəmbərin, Peyğəmbərliyinin əcrinin müqabilində əcr istəmir. Deyir ki, özdə Allah Teala deyir ki, ya Peyğəmbər mənim adımdan de, qul, de mənim adımdan, o sənin öz sözün deyil. De ki, Rəbbim belə deyir. Allahım belə istəyir ki, mənim əhl-i beytimə məhəbbət göstərəsiz. Məhəbbət göstərməsəz, siz udvan olacaqsınız, düşman kəsiləcəksiniz Peyğəmbər əhl-i beytinə və onunla da özünüzü bütün bərəkətlərdən məhrum edəcəksiniz. Ümumiyyətlə, Həzrəti Peyğəmbərimizin haqqında, əcr və mükafatı haqqında bir neçə ayət-i kərimə var Quran-ı Kərimdə. Biri budur ki, Səba surəsinin 47-ci ayəsində Allah-u Teala buyurur ki, Qul mə səəltukum min əcrin fəhuvə ləkum in əcriyə illə alallah. Buyurur ki, mənim sizdən istədiyim əcr sizin özünüzə xeyirlidir. Mənim sizdən istədiyim əcr nədir? Mən sizdən və yaxud heç bir əcr istəmirəm. Onun sizin özünüzə xeyri var.
Nə idi o əcr? Məvaddətən fil qurba. Mənim yaxınlarıma məhəbbət, əhl-i beytimə məhəbbət. Deyir ki, mənim əhl-i beytimə olan istədiyim məhəbbət, Allah Taala'nın daha doğrusu istədiyim məhəbbət sizin özünüzə xeyirlidir. Yoxsa davamında buyurur ki, yoxsa ki, mənim öz əcrim alallah, Allahın öhdəsinədir. Mənim əcrimi Allah verəcək. Mən sizdən mükafat istəmirəm ki, dünya mükafatı istəmirəm ki. Nə də siz axirət mükafatı verə bilməzsiniz ki. Mənim sizdən istədiyim əcr sizin özünüzə lazım olan məvaddətən fil qurbadır. İmamsız qalmayasız deyə o məhəbbəti istəyirəm. Və yaxud digər bir ayət Yunus surəsinin 72-ci ayəsində buyurur: "Fəin təvəlleytum fəmə səəltukum min əcrin in əcriyə illə alallah." Əgər mənim dəvətimdən üz döndərsəniz, bu düzgün deyil. Çünki mən ki sizdən bir muzd əcr istəmirəm. Mənim muzdum yalnız Allahın öhdəsindədir. Yəni mənim sizdən istəyəcək hər hansı bir dünya malı yoxdur, dünya istəyi yoxdur. Mən yalnız və yalnız sizdən əhl-i beytimə məhəbbət istəyirəm ki, daha doğrusu Allah Taala istəyir. Halbuki mənim əcrim, mükafatım Allahın üzərindədir. Və yaxud növbəti ayətdə, digər bir ayət-i kərimədə Furqan surəsində buyurur ki: "Qul mə əsəlukum aleyhi min əcrin illə mən şəən yəttəxizə ilə rabbihi səbilə." Buyurur ki, ya Peyğəmbər de, mən bunun ilahi tapşırıqlarının çatdırılmasının müqabilində, yəni Allahın əmrlərinin çatdırılması müqabilində sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsindən başqa bir muzd istəmirəm. Yəni sizdən istəyəcək muzdum yoxdur. Mənim istəyim yalnız və yalnız Rəbbinə tərəf, Allahına tərəf doğru yol seçəsən. O doğru yolda nədir? Məvaddətən fil qurbadır. Həzrəti Peyğəmbərimizdən Allah Taala belə istəyir. Öz ümmətinə mənim istəklərimi çatdır bu cür. Əgər Allahın, Rəbbinin yoluna getmək istəyirsənsə, onda sənin əhl-i beytinə məhəbbətlərin əsirgəməsinlər. Deməli, Peyğəmbər və Ali Peyğəmbər, Həzrəti İmam Hüseyn əleyhissalam və onun yarı ənsarı, övladlarına qarşı dayanan insanların Allah Taala'nın istədiyi məvaddətdən məhrum olması, bu düşüncədən, bu zehniyyətdən uzaq olub, özlərinə zülm eləməsi ilə nəticələndi. O zülm də nədir? Cəhənnəmdir, əbədi cəhənnəmdir. Allah göstərməsin. Kərbəladan alacağımız ibrət və dərslərdən biri də bulardır. Yəni imamımıza itayət, ona tabi olmaq və onu özümüzün hidayət imamımız, dinimizin hafizi kimi görmək, onlara bütün qəlbimizlə məhəbbət bəsləmək ki, Allah Taala bizi onlar vasitəsilə inşallah nicat versin. Bugünkü gecə inşallah Həzrəti İmam Hüseyn əleyhissalamın karvanında olan cavanlardan birinin şəhadəti gecəsidir. Həzrəti Qasim haqqında İnşallah danışacağıq. Həzrəti İmam Hüseyn əleyhissalam karvanla gələndə, gəlib yetişəndən sonra, yəni o karvanında yarı ənsarlarından başqa Haşimi övladları, əmisi uşaqları, qardaşı uşaqları və əmisi nəvələri, bacısı uşaqları var idi. Bunlardan da biri İmam Həsən əleyhissalamın övladları idi. İmam Həsən əleyhissalamın şəhadətindən sonra o uşaqlar ki, Həzrəti İmam Hüseyn əleyhissalama əmanət idilər. İmam Hüseyn əleyhissalam o uşaqları həqiqətən də gözünün ağı kimi qoruyan bir əmanət kimi onları yanından ayırmırdı. Kərbəlada İmam Hüseyn əleyhissalamın yanında İmam Həsən əleyhissalamın 4 övladı, 4 oğlu var idi. Bunlardan böyüyü elə Həsən adında idi. Həsən ibn el-Həsən. Böyük övlad Həsən idi. Həsən-i Müsənna deyirlər. İkinci Həsən də deyirlər ona. Həzrəti İmam Hüseyn əleyhissalamın yanında idi. O karvanda idi və Kərbəlada qətliamlar başlayandan sonra Aşura günü həmin böyük oğul Həsən
Gəldi əmisinin yanına, əmisindən izin istədi və meydana yola düşdü. Ümumiyyətlə, Kərbəla şəhidləri hamısı imamından izin istəyib, meydana gedib. İzinsiz meydana getməyiblər. Çünki əgər cihad əmri olsaydı, izinə ehtiyac olmayacaq idi. Amma burada cihad əmri yox idi. Hər kəs isar eləyərək, fədakarlıq eləyərək, öz canın fəda eləyirdilər bu yolda. İmam Hüseyn əleyhissalamın yolunda. Ona görə izin istəyirdilər. İzinsiz imamın razılığı olmadan onun yolunda gedib vuruşmadılar heç birisi. Hətta səhabələri də. Hz. İmam Hüseyn əleyhissalamın səhabələri də. Ona görə İmam Hüseyn əleyhissalam buyurur ki, mən öz səhabələrimdən daha vəfalı səhabələr tanımadım. Niyə? Çünki onlar Allahın əmri olan, Firuiddinin əmri olan cihadla orada vuruşmadılar. Onlar isar elədilər. Özlərindən, özləri istəyərək getdilər. Ona görə fədakarlıq məktəbidir. Kərbəla məktəbin niyə deyirlər eşq məktəbidir, fədakarlıq məktəbidir? Çünki bu məktəbin əsası eşqlə qurulub, məhəbbətlə qurulub, məvəddətən fil qurba ilə qurulub. Peyğəmbər əhl-i beytinə məhəbbətin əsasında səhabələr getdi. Hürr gəldi, tövbə elədi, getdi. Həbib ibn Məzahir oradan gəldi. Müslim ibn Osəzə gəldi. 70-dən çox, 80-a yaxın yaşlarında gəldilər, canlarını fəda elədilər. Züheyr ibn Qeyn, başqa bir qəbilənin, yəni Kufə qəbilələrin birinin böyük başçısı gəldi, canını fəda elədi. Bunlar hamısı fədakarlıqla, isarla canlarını verdilər. Bilərək, eşqlə verdilər. Ona görə eşq məktəbidir, məhəbbət məktəbidir. Məvəddətən fil qurbanın ən gözəl təzahürüdür Kərbəla hadisəsi. Həsən el-Müsənna, İmam Həsən əleyhissalamın böyük oğlu Həsən gəldi, izin istədi imamdan. Həzrəti İmam icazə verdi və getdi meydana. Getdi, vuruşdu. Haşim evladları, ümumiyyətlə Bəni Haşim evladları hamısı şücayətlidir. Peyğəmbər nəsli hamısının şücayətlidir. Peyğəmbər nəslində, Peyğəmbər ailəsində bütün xüsusiyyətlər kamil xüsusiyyətlərdir. Elmləri, helmləri, şücaətləri, xüsusən qeyrətləri, yəni bütün gözəl xüsusiyyətlər ən kamaldadır. Ona görə Bəni Haşim evladlarının kiçiyi də belə qeyrətlidir, şücaətlidir, böyüyüdür. Getdi, vuruşdu və çox udvandan, o düşmənlərdən çoxsun məhv elədi, onlardan çoxsun həlak elədi və sonda bir başına onu qılıncla zərbəsi ilə zərbətləndirdilər və başına bir əmud dəydi, əmud vurdular. Əmud yəni ağır bir əşya ilə. Həzrəti Həsən-i Müsənna atdan düşdü, yıxıldı, huşunu itirdi. Elə bildilər ki, o şəhid oldu. Həzrəti İmam Hüseyn əleyhissalam getdi, Həsəni götürdü, qucağında gətirdi xeymələrə, əslində şəhidlərin yanında uzatdı. Həzrəti Əli Əkbərin yanında uzatdı. Yəni şəhidlər üçün İmam Hüseyn əleyhissalam xeymələrin birini boşaltdı. Aşura günü şəhidləri o xeymələrdə düzdü yan-yana. Amma o Həsən cəmaatçı əsirləri aparanda Həsənin ana tərəf qəbiləsi Kufədən idi. Onlar gəldilər ki, Həsənin cənazəsini götürsünlər. Gördülər ki, canı üstündədir, nəfəsi var. Və o qəbiləsi onu götürdülər, aldılar, götürdülər, apardılar, onu müalicə elədilər. O sonra sağaldı və 84 yaşa qədər yaşadı. Həsən-i Müsənna. Bir dənə Kərbəladan İmam Həsən əleyhissalamın övladlarından Həsən-i Müsənna salamat qaldı. İkinci övladı Abdullahul Əkbər, böyük Abdullah. O da imamla izin istədi, getdi meydana. Getdi meydana, vuruşdu, o da şücaət göstərdi. Amma onu da düşmən, yəni düşməncəsinə, necə deyərlər, qeyrətsizcəsinə toplu halda düşdülər. Yəni bir nəfərin üstünə, bir Haşim övladının üstünə 10 nəfər, 20 nəfər nizələrlə, oxlarla düşürdülər və onu da yaraladılar,
atdan saldılar, şəhid elədilər. Üçüncü oğlu Həzrəti Qasım əleyhissalamdır. Qoy dördüncü oğlunu da zikr edeyim. Abdullahul Əsğar, kiçik Abdullah. Dördüncü oğlu kiçik idi, yaşı hələ 6 yaş civarında, 5-6 yaş zikr edirlər məqtəllərdə. Abdullahul Əsğar, Həzrəti İmam Hüseyn əleyhissalamı o uşağı xanım Zeynəbə tapşırmışdı. Ki, bacı, bu uşaqdan ehtiyatlı ol, bunu meydana buraxma. Çünki qardaşları, əmsi uşaqları, yəni əmsi uşaqların da qardaşları bilirdi. Meydanda gedib vuruşurlar, dözməz özün atar meydana. Onun əlindən möhkəm tut. Abdullahul Əsğar onda şəhid oldu ki, Həzrəti İmam Hüseyn əleyhissalamı ki, o Aşura günündə sonda özü tək getdi meydana. Onu ki, yaraladılar, yüzlərlə zərbətdədilər atın belində. Atın belindən yerə düşəndə Abdullah dözmədi, bibisinin əlindən buraxıldı, qaçdı əmisinin üstünə. Gəldi əmisini qucaqlamağa. Əmisini qucaqlamaq istəyəndə məlunlardan biri gəlib qılıncla Həzrəti İmam Hüseyn əleyhissalama vurmaq istədiyi zərbət gəldi, Abdullahın qoluna dəydi. Abdullahın qolunu apardı o qılınc zərbəsi və sonra da deyir, Allah lənət eləsin, hərmələnin 3 pərli oxlarından biri dəydi Abdullaha və İmam Hüseyn əleyhissalamın bədəninə o isti qan dəyəndə bildi ki, qucağındakı qardaşının balası artıq zərbətdəndir, oxlandı. Və onda bacısı Zeynəbi çağırdı. Çağırdı ki, bacı Zeynəb, gəl Abdullahı apar. Abdullah orada şəhid oldu. Abdullahul Əsğar. Allah lənət eləsin qatillərinə. Həzrəti Qasım əleyhissalam Tasua gecəsindəki İmam Hüseyn əleyhissalam gəldi çadırlara bir-bir Bəni Haşim övladlarına, səhabələrinə bir-bir bəyan elədi. Dedi ki, bunların işi mənləndir, bu düşmənlərin işi mənləndir. Kim getmək istəsə buyursun getsin, yol açıqdır. Heç kəsin üzərində beyətim yoxdur. Hər kəsə ixtiyar sahibliyi yolu qoydu. Amma heç kəs tərpənmək istəmədi, getmək istəmədi. Dedilər ki, ya Əbu Abdullah, biz səni çölün düzündə susuz halda qoyub necə gedək? Biz gedə bilmərik. Qaldılar, onda Həzrəti İmam Hüseyn əleyhissalam gəldi, gördü ki, bu vəfadar səhabələri, Haşimi övladları yerindən tərpənmir, getmək istəmirlər. Ondan sonra gəldi, onların sabahki məqamını göstərdi. Gəldi, hər kəsin məqamın bir-bir özünə bəyan elədi, göstərdi ki, sabah biləsiz ki, şəhidlik məqamıdır. Sabah biləsiz ki, Rəbbimizə qovuşacaq gündür. Sabah biləsiz ki, cəddimiz Peyğəmbərə, anamız xanım Fatimə Zəhraya, atamız Əmir Əl-Möminin əleyhissalama qovuşacağımız gündür və gedəcəyiniz yeriniz də bəllidir. Şəhidlərin məqamlarını göstərdi. Amma bir Qasimə göstərmədi. Çünki Qasimin 13 yaşı var idi. Həddi buluq dördü və istəmirdi ki, Qasim meydana geçsin. Qasim bu halı görəndə biraz pəjmürdə oldu. Birazdan gəldi, yaxınlaşdı əmisinə. Dedi, əmicən, mənim yaşımın kiçiliyinə baxma. Mənə niyə göstərmədin sabahları mən də gedəm, o biri digər qardaşlarım kimi, əmilərim kimi vuruşam. Mənim də məqamımı göstərdə. Həzrəti İmam Hüseyn əleyhissalam ona belə bir sual verdi. Dedi, oğlum Qasim, ölüm haqqında, şəhadət haqqında nə bilirsən? İstəyir ki, fikrin öyrənsin. Görün Qasimin fikri, düşüncəsi necədir şəhadət haqqında? Qasim necə də mükəmməl şəkildə, sanki hər birimizə, hər böyüyü yaşda olmasından asılı olmayaraq, hər kəsə bir müəllimlik elədi, hər kəsə bir hidayətçilik elədi. Yaşının kiçiliyinə baxma, Peyğəmbər balasıdır, imam balasıdır. Dedi ki, əmucan, əgər bu ölüm, bu şəhadət deyirsən, dedi bəli. Dedi ki, əş-şəhadətü əhlə minəl əsəl. Dedi, şəhadət, Allah yolunda şəhid olmaq baldan da şirindir mənim üçün, əmican, deyə bəyan elədi. Bunu deyəndən sonra Həzrəti İmam Hüseyn əleyhissalam bəli, biraz arxayınlaşdı. Gördü ki, Həzrəti Qasım əleyhissalamın şəhadət haqqında yaxşı fikri tamdır və hətta belə dedi. Dedi ki, və bihaqqikə,
and olsun sənin haqqına əmican, and olsun sənin imamət haqqına, imamlıq haqqına. Əş-şəhədətü əhlə minəl əsəl. Baldan da şirindir şəhadət, Allah yolunda şəhadət. Hz. İmam Hüseyin əleyhissalama bu sözə oxşar bir sözü də Əli Əkbər demişdi. Düzdür, sabahçı gecə inşallah yəqin ki Əli Əkbərdən oxuyarıq, danışarıq. Əli Əkbər Məkkədən çıxıb Kufəyə gələndə yolda Hz. İmam Hüseyin əleyhissalam atın belində düşüncəli idi. Bir müddətdən sonra biraz mürgülədi. Mürgüləyəndən sonra birdən ayıldı. Mürgüdən ayıldı. Ayılan kimi belə bir söz dedi. İnna lillahi və inna ileyhi raciun. Əli Əkbər də atasının yanı ilə süvar olmuşdu. Atı sürürdü. Eşitdi atasının bu sözün. Dedi, atacan bu sözü niyə dedin? Dedi ki, mənə yuxuda bir hatif, bir anlıq yuxuya getdim. Yuxuda bir hatif, yəni bir carçı belə car elədi, bəyan elədi. Dedi ki, sizin karivan, getdiyiniz karivan ölümə tərəf gedir, ölümə tərəf tələsir. Ölüm də sizə tərəf tələsir. Bunu demişdi, mən ayıldım. Və ona görə inna lillahi və inna ileyhi raciun dedim. Həzrət Əli Əkbər onda belə sual elədi. Dedi ki, ələsnə aləl haqq. Dedi, atacan, biz haqq üzərə deyilik, haqq deyikmi? Həzrət İmam buyurdu ki, bələ, nəhnu vallahu aləl haqq. Dedi ki, and olsun Allaha ki, biz haqq üzəriyik. Onda Əli Əkbər buyurdu, İzən vallahu la nubali avqa'ana aləl maut av vaqa'al maut aleyna. Dedi, onda bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ya ölüm bizə tərəf gəlsin, ya biz ölümə tərəf gedək. Yəni biz haqq üzəriksə, biz haqla hərəkət ediriksə, haqq bizimlədirsə, onda ölümün heç bir əhəmiyyəti yoxdur. Peyğəmbər balalarının düşüncəsi belə idi. Həzrəti Qasım əleyhissalam meydana izin istədi səhərsi gün, Aşura günü. Yar-ı Ənsar, övladları Əli Əkbər şəhid olub, Qasımın böyük qardaşları şəhid olub və meydana gedən artıq yetkin yaşlı adamlar yoxdur. Qasım baxır, əmisi sağa baxır, xeymələrdə, sərgərdandır, sola baxır, kim getsin meydana? Bu ədüv də əl çəkmir, tək qalıb. Həl mən nasirin yansurini, arada bu sözü nida eləyir. Peyğəmbər balalarına kömək eləyən biriləri varmı deyə nida eləyir. Həzrəti Qasım əleyhissalam bu nidaları eşidəndə gəldi əmisinin yanına. Dedi, əmican, mənim şəhadət haqqımda fikrimi də bilirsən, mənə izin ver gedim. İmam dedi ki, əvvəl dedi ki, səni buraxa bilmərəm. İsrar elədi, yenə də dedi, buraxa bilmərəm. Gəldi, inciyən kimi gəldi, oturdu, xeymələrin qabağında dizlərin qucaqladı. Anası gəldi, soruşdu, nə olub, niyə belə pəcmürdəsən? Dedi ki, əmim mənə icazə vermir, mənə qıymır meydana gedən. Tez getdi, anası sanduqədən bir məktub gətirdi. O məktubu verdi Qasımə, dedi, apar ver əminə. Gətirdi, Qasım məktubu təqdim elədi əmisinə, açdı, gördü ki, yazı qardaşı İmam Həsənin yazısıdır. Baxdı, onu göz yaşları ilə oxudu. Dedi, ya Əbə Abdillah, lə yevmə kə yevmikə. Ya Əbə Abdillah, bilirəm sənin günün kimi bir gün olmayacaq. Elə bir gün yoxdur ki, sənin günüvə yetişə. Ağır bir gün olacaq. O gündə mənim balalarımın köməyini özündən əsirgəmə. Qasimimin köməyindən özündən əsirgəmə. Bu yazını oxuyandan sonra İmam Hüseyin əleyhissalam Qasimə izin verdi. Qasimi özü geyindirdi. Balacadır, başına dəbilqə qoyur, dəbilqə boşdur. Bədəninə zireh geyindirir, zireh uzundur, yerə dəyir. Ayaqlarına çəkmə geyindirir, çəkmələri boşdur. Hətta çəkmələrinin bağı belə açıq qaldı. Həmid ibn Müslim nəql eləyir məqtəllərdə ki, deyir, Qasım meydana gələndə onun sağ başmağının, sağ çəkməsinin bağları yox idi. Yəni, bir əyninə olan bir paltarı yox idi. Ona görə onu öz köynəyini deyir, çıxartdı İmam Hüseyin əleyhissalam, kəfən kimi onu bürüdü və öz əmmaməsini çıxartdı, ona başına əmmamə bağladı və o şəkildə meydana yola saldı. Qasım gəldi meydana, rəcəz oxuyur.
Əvvəl gələ-gələ gah geri döndü əmisinə baxır, gah irəli baxır Udvan qoşununa. Deyir, yolda hətta ağladı. Sonra qoşundan səs qalxanda dedi, ay bədbəxtlər, mən əmimə görə, mən özümə görə ağlamıram. Mən ona ağlayıram ki, artıq əmimin heç kəsi qalmayıb. Hər kəsin şəhid eləmişsiniz. Gəldi bir rəcəz oxudu və sonra mübariz istədi, yəni döyüşçü istədi. Ona nə qədər döyüşçü göndərdilər, hamısını qətl elədi. 13 yaşında Haşim övladı heç birisinin qarşısında məğlub olmadı. Sonda toplu halında üstünə düşəndə və üzərinə düşəndə onu əmud ilə vurub yerə salanda İmam Hüseyin əleyhissalamı çağırdı. Ya əmmə deyə çağırdı. Həzrəti Əbu Abdullah məqtəllərdə var, deyir, özünü qartal quşu kimi yetirdi Həzrəti Qasimin yanına. Gəldi, gördü ki, yerə yıxılıb və məlun onu vuran o aduf istəyir ki, qılıncını çıxardıb Qasimin başın bədənindən ayırsın. Hələ canı üstündədir, Peyğəmbər balasının başın bədənindən ayırmaq istəyir. Həzrəti Qasim əmisinə dedi ki, əmucən, bu vəhşinin əlindən məni qurtar, əmucən. Həzrəti İmam Hüseyin əleyhissalam onları, o qoşunu pərən-pərən saldı, oradan uzaqlaşdırdı. Amma artıq Həzrəti Qasim çox ağır yaralar almışdı. Və oturdu, dizlərini aldı, başını aldı dizlərinin üstünə. Doğram olmuş bədəni, əmud dəymiş başı, 13 yaşında oğlun düşüb isti qumlar üstünə. Həzrəti İmam Hüseyin əleyhissalam heç kəsdən kömək gözləmir, heç kəsin köməyi artıq ona yetişmir. Peyğəmbər balası tək qalıb, hidayət imamı tək qalıb, aləmin çırağı tək qalıb, nida eləyir. Həl nasirun mən yansurini. Mənə kömək eləyən biri tapılarmı? Biri varmı bu çətin günümdə Qasimimin yaralanmış bədəni əlimin üstündə, qucağımda olanda kömək eləsin? Amma heç kəs tapılmadı. Amma bu günləri o Qasimi zikr eləyən Peyğəmbər ümməti var, Əhl-i Beyt tərəfdarları var. Həzrəti İmam Hüseyin əleyhissalam aldı, deyir, sinəsinə. Adətən şəhidləri qollarının arasına alırdı, amma bu dəfə Qasimi qollarının altından verdi. Onun sinəsini öz sinəsinə sıxdı. Deyir, o şəkildə gətirir, bədən paramparçadır, amma Qasim boyu balacada olsa, 13 yaşı var, boyu kiçikdir. Amma Qasimin ayaqları yerlə gedir. Deyir, İmam Hüseyin əleyhissalamın beli o qədər bükülmüşdür Qasimin şəhadətindən və yarı ənsarlarının şəhadətindən, beli büküldüyündən Qasimin ayaqları yerlə sürünürdü. Gətirdi, çıxartdı ta ki xeymələrə və şəhidlərin yanında uzatdı. Ələ lə'nətullahi alə qavmiz zalimin. Kərbəlalı tapıb qəm gəlsin tufanda, ay Kərbəlalı görənlər, ay Muharrem ayında İmam Hüseyin ağanın müsibətinə ürəkdən ağlayanlar, ürəyinizin qəbrinə canım qurban olsun. Kərbəlalı tapıb qəm gəlsin tufanda, gəmi dəryada batır, bu batı var maqanda. Necə tapdı Qasim? Gəldi gördü Qasim, o qədər qan yaxıb, qanlar içində qalıb bu bala. Ay bala, qan dolayan gözlərimə, Hüseynin qacanı qurban olsun, ay bala. Oxlar ilə, nizələr ilə, yaralanan canı, Hüseynin canı qurban olsun, ay bala. 13 yaşında balanın vücudindən İmam Hüseyin ağa yavaş-yavaş oxları çəkdi kənarı. Allahu Ekber neynədi sonra? Əyildi üzün qoydu Qasimin o yaralı yüzünə. Yana yana dedi, lay lay balam lay lay, lay lay Qasimim lay lay.
qisməti peykan olsun ay bala. Ateşi dərdilə dağlı ürəyim, dağlı yaram bala. Atam yoxdur yanımda, qardaşım əsərində əvəzindən sənə qalardı yaram bala. Ay bala, sən də yana yana dinən ya Hüseyin. Qanlı dodağından mənə bir busa payır, olsun o busa Əkbərin ehsanı qasim. Yatma yaralı dur gedək səhralara. Səslər qurma! Əlvan olub ki əllərin, maşallah, əlvan olub ki əllərin, qanlı hənarən, bu qəmliniz ki yandıran dünyanı qasim. Yatma yaralı dur gedək səhralara. Maşallah! Maşallah, bu ləbbeyşləri bir yerə Hüseyin oğlu ben oğlu belada dediler. Hüseyin oğlu ben oğlu belada dediler. Ola hayye tamamı mibada dediler. Nebi kâmi müezzem samada dediler. Ali Dolha min ehli kisada dediler. Hanım Fatime mavi sefada dediler. Hasan Çavralı Ali abada dediler. Özüm gördü yetişmiş murada dediler. Razit ol bi gazayik rızada dediler. Ve teslim li emrik gazada dediler. Gazada dediler. Gazada dediler. Hadi Ekber kanlı ebada dediler. Çaban tavsim elinde hemada dediler. Aruz hicne-i matem serada dediler. Beşikten gözün aktı balada dediler. Hulasa ona Allah